Yox, bayaq var idi, simez. Qızdırması onda üşürəm. Simez aldadım, vurdum. Mənə yox. Xanım, təşəkkür ederim. Hədiyyən üçün. Başım təzyiq düşmüş. Çəkmədilər də qanım, mən neyim? Bəli. Amin. Pisdir vəziyyəti. Salam, salam. Çəkmədim. Vəziyyəti pisdir. Amin xanım, amin. Anam, ay Sabit, anam. Çox sağ ol Kənan xanım. Skor iş yerinə çağırıbdı, təzim belə çağırıbla götürüb kartı bakayım. 4169 7388 3248 0390. Anamın yanında. Vəziyyəti pisdir. 2 gündür gəldim, bugündən 2 gündür. 4169 7388 3248 0390. Yox. Yedizdirmişəm, hə. Anam. Geldi Sabit, geldi. Teşekkür ederim. Çok sağ ol. Allah min əvəzini versin. Evdə. Vəziyyəti pisdir. Dünən yaxşılayıb birdən-birə çönübdü. Təzyiq aparatı yoxdur axı. Vəziyyəti ağırlaşıb.
Acil aparmış, acildən gətirmişik. Toyuğa pişirmişəm indi. Toyuq almışdım, onu da sabah pişirəcəm. Heç nə demirlər, nə deyirlər ki, ancaq diaqnoz deyir ki, apar bütün yoxlanışdan gedirmək. Anam. Gel. Haradasın Savet? İşte yat. Şimdi sabah görək nə deyirlər. Ne dersen Arzu, akşamı hayır olsun. Arzu, Hə, Savet. akşamı hayır olsun, ne dersen kardeş. Axşamın xeyir, sən nə deyirsən? Yaxşı olasan, nasaz deyip deyəsən anan. Birdən-birə çöndü, iş yerində oldu. Təzyiqdəndir. 280, üşüdürəm deyir. Ev isti olur deyir, üşüdürəm. Simes elədim. Arzu elə çox yaşı da yoxdur. Bax, indidən o əsəb keçirdir. O dinən özünə fikir versin. Quran haqqı hər şeyə reaksiya verməsin. Onun nə yaşı var, heç 60 yaşı yoxdur. Arzu, bir dənə söz soruşum. Bu boyda şeyin içində deyəsən bana nəyə görə qoşuldum? Səndən bugün kimsə Aygün nömrəsini almayıb. Alır. Gərək verməzdin. O yaman ara qatan bir adamdır. Yox, ona görə yox. On pürçüm Acun'u, orada Acun'u heç nə yox da. Sizin davanızı mən dünən baxırdım qıraqda. Nehir xanın sənin davan. O kim idi onun bölünü? Sənin bölündəki kim idi? Kim varsa hansını deyirsən qız? O deyir, Gülkan, sən kimsən ki? Sənin şəklin var. Allah paylaşma verilən mən. Heç alçağın adın dili və alma. Arzu, Hamıya ağzına gələn danışsın. Arzu, mən sənə bir şey deyəcəm. Yəni, o boyda Allah, hər şey yerin göyün sahibi Allah. İnsanları bağışlayır da. Arzu, indi bunu el aləm də gördü ki, sənə də qarşı haqsız oldum. Sona Xaliyə qarşı haqsız oldum. Nehir xanıma qarşı haqsız oldum. Adın çəkmirəm, bir nəfər var, ona da qarşı, onun qızına da qarşı. Hamıdan özümdən boş bildim də üzr istəməyi. Sənə də özümə boş bildim üzr istəməyi. Yəni, ola bilər, ürəyində haradasa bir qırıqlıq qala bilər, amma onu demək istəyirəm ki, Arzu. Bir qəpik də qırıqlıq qalmıyor. Arzu, sənin o ürəyivə qurban Elə olaram. danışanda küsmüşdüm səninlə. Sənin o ürəyivə, sənin əslində o böyük ürəyin var, o ürəyivə mən qurban olum. Çünki bağışlamağın özü böyük bir iradə tələb edir. Sən onu bağışlayırsansa, sənin böyüklüyündən xəbər edir. Arzu, sənin başına dönərəm. Kimsə mənim haqqımda nəsə deyərsə, reaksiya vermə. Önəmli olan odur ki, mən səhvimi başa düşmüşəm. Sənə qarşı bir-iki pis söz demişəm. Bundan artıq nə ola bilər? Demişəm, Arzuya nə demişəm, Sona Xaliyə nə demişəm, Nehir xanıma nə demişəm, özümə qayıtsın, özümə demişəm. Mən elə hesab edirəm, bu üzrün ən böyük bir formasıdır. Bundan oynasın, mən tanımıram. İndi olub da insanam, affekt halıma düşüb demişəm, nə demişəm, sizə bircə özümə demişəm. Yəni, mənim haqqımda kimsə sənə nəsə desə, xahiş edirəm, ağzının üstündən vur.
Denən o deyib, o da üzrünü istəyib məndən. Söhbət oldu, bağlandı, qurtardı, getdi. Kimsə heç bu söhbətin üstündə. Sən elə bilirsən indi, sən məni bağışladın. Bəs mən özümü bağışlaya bilirəm Arzu. Sən deyək ki, bağışladın. Mən bağışlaya bilmirəm bax. Mənim özümün içində bir dənə də talih var. Onunla hesablaşıram mən. Ki mən burada düz eləməmişəm, burada düz eləmişəm, burada özümə gündəlik hesabat verirəm. Bu gün nə eləmişəm? Hansı bir yaxşı işi görmüşəm, hansı bir pis işi görmüşəm. Bəlkə uyğun vaxta düşmədi, anan da nasazdı. Elə ona görə qoşuldum Arzu. Bir o səndən o nömrə almağı dəqiqləşdirirdim. Bir də ki, o qədər ortada İndi də bilmədim, nə danışdılar, nə danışmadılar. Bir də sənə qurban olarım. Bilirsən, ortada nə qədər şərəfsizlər var, ara qızışdırır, nə bilim. Heç kimə fikir vermə. Sənin o ürəyivə qurban olum ki, sən məni bağışladın. Bir daha deyirəm, yəni qarşında baş əyirəm. Belə böyük ürək olan insanların qarşısında baş əyirəm. Heç kim mənim haqqımda nəsə desə reaksiya vermə, fikir vermə. Önəmli olan insanı Allah tanıyır. Qıraqlayır, o görünən kəndə nə bələdçi var. İndi sən məni bağışladın, özümü də zaman bağışlamaq istəyirəm, görüm. Mənə vaxt lazım ki, özümü bağışlayayım. Mən sənə bir dənə də söz vermişdim ki, hatta yayınıma çıxsan, mən sənə gücüm çatan dəstək olacam, amma o formada, o belə deyim də, göstəriş formada istəmirəm də, çıxım canlı və kartımı deyim, mən sənə kömək ol, istəmirəm belə, bu pakazuka istəmirəm. Sadəcə elə mən oradan yazacağım, sən mənə kartımı de, yaxşı ürəyim. Yaxşı, gecən xeyrə Arzu, öpürəm, bağışda səni narahat elədim sənə. Gecən xeyrə, sağ ol, sağ ol, sağ ol. Heç kəsin arxımda yazmır dostlar. Mən dəstəkləyirəm, ekranı bəyənəkləyirəm. Mən heç kəs Sabit'in haqqında heç nə də danışa bilməz. O elədiyini elədi. O günlərim 10 manat atdı, bu gün də 5 manat atdı, sağ olsun. Mən deyirəm ki, mən anamın vəziyyəti pisdir. Siz nə deyirsiniz? Dəstəyə ehtiyacınız var. Birdən-birə vəziyyəti çönür dostlar. Deyəcək, laf əcəb eləcək. Ağzına gələn danışma burada. Yox, dostlar, xəstəxanada deyil, sabah aparacaq. Yatır, Allah şəfa versin. Çox sağ ol, dostlar. Yox, olmur. Sabit atdı 5 manat, ondan qabaq 1 manat da. Evdə. Nətər göstərim anamı? Anama yollar dostlar.
Hadi iş yerindən gətirmişik də. Yalan borcum yoxdur yəqin ki. Hə. Mən heç geçmirəm. Buraya sığortacıya başdan getmə olacaq hər şey. Nə bilim, sonra bilmirəm, deyəcək, üşüdürəm, SMS eləmişəm, yatıbdır. Təzyiq düşmür. Yox, bax, üstqoru bir dəfə iş yerində vurub təzyiq dərman, dinlə dərman qoyub, nə bilim. Sonra götürüb gətirib xəstəxanaya. Xəstəxanada da iynə şapqa-şırıq döşəndi. Oradan burada gətirmişəm, çox sağ samlaxan. Oradan burada gətirmişəm, təzyiq düşmür. SMS eləmişəm, yatır. Çox sağ samlaxan hədiyyələr üçün. Bu gün çönübdü iş yerində. Çox təşəkkür edirəm hədiyyən üçün. Sonra 4 manat atmışdı, 2 4 manat kartda atmışdılar. Ondan sonra öz hədiyyəmi çevirdim 4 dolları. 8 manat oyları, 12 manat çıxartdım. Şimdi sağda bir də çolpa aldım ki, pişirəm gitsin.
İndi də ki, Sovet dövrü artdı 5 manat, ondan qabaq da 1 manat artmışdım. Heç nə qədər olmur. Hal-hazırda kartda 6 manat pul var. Bilmirəm mən. Nədən sordun bu sir? Sonra necədir? Belə də simes eləmişim yatıbdır. İşdən gətirmişdim. Salam nöqtə, xoş gəlmişsiniz. Simes eləmişim yatıbdır Bahar. Mənim birdən-birə vəziyyəti çöndür. Arıtıyır. Axşam axtamlısan necəsən? Belə də simes eləyib yatıbdır. Nə bilim ay gözəl insanı simes eləmişim yatıbdır.
Yox. Çox sağ ol. Yox, benim cəzəl aparatı yoxdur. Çox sağ olun dostlar. Dəstək hələ bir matın dəstək olsun. Ya da hədiyələrdən də dəstək ola bilərsin. Çox sağ ol. Belə də nə müslim yatıbdır.